Gətirirdilər, şəhid var idi. Harca 3-4 eyni vaxtda dost bir yerdə şəhid olmuşdular. Bunları mərmi ilə vurmuşdular. Yemək yeyən yerdə, dördü bir yerdə. Biz o şəhidləri ki, qüsur kəfən elində hamısının ağzından çörək çıxdı. Elə o ən təsirli an o idi ki, orada da heç kim yox idi, özümüz idi. Valideyn zadı. Onlar biz valideynlər deməydik, ürəyə patlaya bilər. 4 dostun, 4-ünün də hətta ağzında çörək, şərəfsizlər, yəni onları çörək yeyən yerdə vurmuşdular. Şəhid daşqın var, tanınmış şəhiddir bu dəqiqə. O şəhid daşqını özüm tək qüsul vermişdim. Onu tək, elə qüsul elədim, kəfənlədim, ətirlədim, daradım, daşqın indiyə kimi yadımdadır. Niyə? Çox nurani siması var, hədsiz dərəcədə. Onu mən yadda saxladım. Biz şəhidlərin hamısını vəziyyətindən asılı olmayaraq, hamısını öpürdük, əzizlik, öz qardaşımız kimi də. Təsəvvür edin ki, biri mülki adamdır, biri şəhiddir. Yəni, and olsun Allaha, aralarında çox-çox böyük fərq var. Mülkiyə baxıram mən, içimdə bir dənə qorxu hissi gəlir, özümdən asılı deyil. Amma şəhədə baxırsan, şəhəd bizi nəyə oxşuyur? Elə bir ki, o bir insan olar, səhərdən axşama kimi işləyər, yorurlar, əziyyətini, bəhrəsini alır, gələr uzanar, yatara. Və şəhəd o cür idi. Şəhədə baxıram, bu insan yatıb. Elə bir ki, bir dənə sirkələsəm, duracaq deyəcək ki, nə istəyirsən, amma belə bir sima. Eləsi olub ki, barmağının üzüyü çıxıb, içində nişanlısının adı, özünün adı, barmağında da olur, gizlədir. Cibindən, misal üçün, məşrub çıxan şəkil, övladların şəkli, ailəsinin şəkli. Eləsi olub cibindən pul çıxıb, yazıb ki, bu pulu mənim adımdan sədəqə verəsi, şəhid olsan, cibindən özü saxlayıb.